Bu ləzzətə yox demək mümkün olmayacaq. Həm asan hazırlanan, həm günlərlə təravətini itirməyən bulka reseptimi təqdim edirəm. Elə isə başlayaq. Qaba su, duru yağ, süt, şəkər tozu, duz, maya əlavə edib aktivləşməsini gözləyirəm. Aktivləşmiş mayanı və yumurtanı unun üzərinə əlavə edib xəmir yoğururam. Ələ yapışmayan xəmir olmalıdır. Qeyd edim ki, mayalanmış xəmirin havasını almaq vacib şərtlərdən biridir. Bunun əsas səbəbi isə xəmirin havasını almaq, onun həddən artıq turş və kəskin maya qoxulu olmasının qarşısını alır. Və budur, xəmirim mayalandı. Havasını alıram və azca yoğururam. Xəmiri 16 bərabər hissəyə bölürəm. Kündələrin bəzilərini yayıb içərisinə kişmiş əlavə edirəm. Və balaca kündələrimi mayalanması üçün soba qabına yığıram. Üzərini dəsmalla örtüb yarım saat dinləndirirəm. Mayalanmış kündələrimin üzərinə yumurta sarısı sürtüb 180 dərəcədə bişməyə qoyuram. Necə yumşaq olduqları videodan da bəlli deyilmi? Elə isə siz hazırlayan nuş edin və videonu bəyənin, könlümü xoş edin.